Zeynəb və Nəfəs arasında barışıq. Onca aramıza akşin girə bilər bundan sonra. Allah bir daha aramızda nifaq salmasın. Qırıb, kəsmək, atmaq olmuş. Bitib, ayrılıq da bitib, hicran da bitib, həsrət də bitib bir yerdən. Xanım ifaçılar yenidən bir arada. Bir dənə uzaqlaşın. Mehribançılıqdır, mehribançılıqdır. Oy, oy, oy. Əlbəttə ki. Mehribançılıqdır. Çox mehriban olmuşuz. Bir-birini ürəkdən çox istəyənlər doğum olurlar. Və salam. Birazdan Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. doğum gününü qeyd edən Akşin Fatih aralarında soyuq küləklər əsən Nəfəs Məmmədli və Zeynəb Həsənini barışdırdı. Neçə gün əvvəl bizim hər iki tərəfə yaxın olan bir insan var ki, mən də onu gözəl tanıyıram. Onunla biz Quba çəkiliş